və zaman əhatəsində yaşadığımız əşyalar müxtəlifdir. Onların bəziləri sadə, digərləri isə zövqlə bəzənmiş, özünə məxsus yaraşıqla malikdir. Bu əşyalar dekorativ təqlidi sənətə aiddir. Dekorativ təqlidi sənət sözünü əvvəllər də eşitmişsiniz, ancaq çox güman ki, mahiyyətinə varmamışsınız. Dekor Latın dilindən tərcümədə bəzənmək deməkdir. Dekor olunmuş, yəni bəzədilmiş bəzəkli mənasını daşıyır. Yəni insan ilk əşyanı daşdan, dildən və altdan düzəldərkən onların üzərində çəkdiyi naxış, təsvirlər dekorativ təqlidi sənətin başlanğıcı olmuşdur. Buna görə də dekorativ təqlidi sənət incəsənətin ən qədim növü sayılır. Yəni insanın əşyalar üzərində yaratdığı ilk naxışlar. Əşyalar bəzəyən təbiət motifləri bitki, quş və heyvan təsvirləri qeyri-adi görünür və reallıqdan fərqlidir. Onlar rəssam tərəfindən ümumiləşdiriləcək obrazlara, işarələrə çevrilir. Bu, dekorativ təqlidi sənətin özünə məxsus bədii dilidir. Bu dil əşyanın gözəlliyini, dekorunu və mənasını anlamağa yardım edir. Azərbaycanın dekorativ təqlidi sənət tarixi çox qədimdir. Şüşə, məlumatı, oyma, naxışlı, daş və ağac nümunələri, bədii metal işləmə, bədii parça və tikmələr, toxuculuq, xalçalıq, zərgərlik yurdumuzun ən geniş yayılmış dekorativ təqlidi sənət sahələrindəndir. Dekorativ təqlidi sənət bizi əhatə edən aləm kimi geniş və müxtəlifdir. Planetimizdə çoxlu sayda xalq yaşayır. Hər bir xalqın özünə məxsus əşya forması, ornamenti, obraz və motivləri, simvolları, rəng uyğunluğu mövcuddur. Bu gündə dekorativ və təqlidi sənət keçmişdə olduğu kimi insanın gündəlik həyatını cəlb edici edir. Onda bayram, ovqatlı mühit yaradır.